xoşdur. Biz bundan əvvəl də bir dəfə sizlə görüş keçirmişik. Bugün sizə bizim verəcəyimiz təlim Azərbaycan Kənd Qadınları Assosiasiyasının qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi alətliyinin maliyyəsinin həyata keçirdiyi aqrosanitar qadınlarla iş layihəsi çərçivəsində həyata keçirilir. Və bildiyiniz kimi, keçən dəfə də görüşdə mən sizə məlumat vermişdim. Bu layihədə biz Naxçıvanda və Zəngilanın Yuxarı Ağalı kəndində bir qadın qrupunu formalaşdırıb, sonra kooperativ kimi səlahiyyətlənməsini həyata keçirəcəyik və bunun üçün də biz bacarıqların artırılması təlimləri layihədə bu təlimləri verəcəyik. Bugün sizə biznesin idarə edilməsi təlimini bizim təlimçimiz həm də özdə aqrosahibkar olan, özdə bir qadın kooperativinin və Azərbaycanda ilk qadın kooperativinin sədri olan Səadət xanım Diqirova bu təlimi sizə aparacaq. Buyurun Səadət xanım, mən sizə bizimlə bir yerdə olduğunuz üçün çox təşəkkür edirəm və buyurun, artıq söz sizin. Dünyayı dəyişməyi bacaranlar ilk öncə özlərindən başlayanlardır. Biz elə, mən bir balaca gedirəm, dünyanı dəyişənlərin içində bizim üçün ən çox tanış olan Vladimir İliç Lenin'dir. O Lenin ilk nədən başladı? Özündən başladı. Ailəsində olan haqsızlığına baş qaldırdı və güclü bir imperiyanın yaranmasına səbəb oldu. Bizlər də dünyanı dəyişə bilməsək də, hər kəsin öz dünyası var. Öz dünyamızı dəyişməyə cəhd göstərməliyik. Fərdi inkişafı mübarizədən başladı. Özünə güvən. Özünə güvən dedikdə ilk öncə gəlin mən istəyirəm ki, siz deyəsiz, biz deyək. Özünə güvən dedikdə Mehbura xanım, siz nəyi nəzərdə tutursunuz? Özünə güvən. Özünə güvən ilə bacaracağım işdən, başladığım işə özümə güvənərək başladığım işdən və hal-hazırda olduğum yerdə. Yox, özünə güvən. Özünüzə niyə güvəndiniz ki siz? Çünki öhdəsindən gələcəyini bildiyim işə addım atdım. Özünüzə güvəndiniz. Özünüzə güvənib neynədiniz? Tək mən də güvənirəm özümə. Bu saat, məsələn ki, güvənməyin çox yolları var ki, burada bəzilərinizdən bu gücüm yüksəkdir, bəzilərinizdən təcrübəm böyükdür. Bu özünə güvən, bəs eləyir və özünə güvənmək üçün bu. Özünə güvənmək üçün nə eləmək lazım? Bir var təşəbbüs, bir var özgüvən. Özgüvən başqa şeydir, təşəbbüs başqa şey. Özgüvənim var. Çünki bilirəm mənim qabımda nə var. Özümü kəşf eləmişəm da. Özünü kəşf edə bilməyən insan işə başlaya bilməz. Amma özünü kəşf edirsən ki, bu qabiliyyət məndə var, özümə güvənirəm, işə başlayıram. Və harada özümü göstərəcəm? Hardan gəldi birinci xanım? Təkəbbür. Mən təkəbbürlü onu da bilərəm, deyə bilərəm də ki, mən özümə güvənirəm. Amma özünə güvənmək üçün insan nəyə olmalıdır? Plan cızmalısan özünə güvənmək üçün. Mən hamısının içində. Yəni bir nəfər həyat yoluna baxaq. Keçmişinizə anası, gəlin sizdən başlayıb, ən çox təcrübəli insan kimi. Gəlin baxaq ki, keçmişdə hansı işlər məşğul olmuşdunuz? Yəni keçmişdə ancaq mən institut tutarmışam, mədəniyyət işləmişəm. Bu işlərdən məşğul olmamışam. Elə ki, bu alət təsərrüfatı yarandı. Dedim, bax, məsələn, bu qədər meyvələrimiz var. Qonşunu çağırıram ki, mənim heyvanımda yoxdur. Al bu almanı düşün heyvanı. Belə heyvan yesin, almanı filan. Sonra fikirləşdim ki, bunu biz niyə bazara çıxartmayaq? Niyə bu eləmək? O ağaçlar elə olub ki, vedrəylə sulaşıb, sularmışıq, meyvəsi də mənə gətirmişik. Bunu niyə heyf edirlər? Sonra o keçmişdən başlayaraq belə gəldik çıxdıq indiyə ki, alət təsərrüfatın biz oldu və gələcəkdə nə edəcək? Gələcəkdə də dövlət dəstələri olacaq, laf gözəl inkişaf elətdirə Sizdən yaxşı, məndən yaxşı bunu edən yoxdur, nəyi deyə bilərsiniz? Nəyi sizdən yaxşı edən yoxdur? Elbirdən şey yeməklərini böyle. Yeməklərin içində ən yaxşı sizə rəqib olmayası yemək hansıdır? Hamısı müştəri. Buyurun xanım siz. Mövzu, mən şiir ustasıyam. Aha. Mən şəxsən özüm üçün deyirəm, bəlkə mənim kimi çox pişirəm, çox bəzəyi vuran yoxdur. Ən bacarıqlısınız siz. Çox gözəl. Biz əslində burada istəyərdik ki, hər biriniz ayrı-ayrılıqda bu sualların cavabını verərsiniz. Mən sizə bir dəqiqə vaxt verirəm, bircə dəqiqə vaxt ki, hər biriniz bu sualların cavabını tapın. Ki, bir soruşacağım ki, ən yaxşı edə bilərəm, yaxşı edirəm, məndən yaxşı edəni
15 yaşıma qədər şirniyyat pişirib satmışam. 15 yaşımda 26 il gəldim bəzəmişəm. 4 il kitabxanada uşaq şöbəsində işləmişəm. 11 ildə təsərrüfatda işləmişəm və heç vaxt, heç nədə bunu bacarmayıbsan deyirlər. Və xeyrimizdə, şəhərimizdə, toylarda, bütün çətinliklərdə, planlaşdırılan hamısının ötəsində mənəm. Maşallah. Buyurun xanım. Mənim özüm aktiv olmayan sədrəyə vermişəm. Bilmədiyim şeyləri mən orada getdim, bacardım, çörək də yapıram indi. Meyvə də quruduram, ot da yığıram. Həyatda əkin biçini də özüm eləyirəm. Yəni tək canlı olar mənim yəni köməksiz Özünüz işim. nədir? Bizə bu lazımdır, sonraki slaytlarda. Gözünüz nədir sizə? Yəni deyirəm, getdim, o müddə düşdüm, hər şeyə alışdım. Heç mənə demədim ki, mən böyük xəmrəm elə çörək yapım. Özüm bacardım. Bizdə də ən böyük mövzu, bizdə ən böyük iş çörək yapmaq. Çünki biz onu gündəlik 10 qalın 10 lira. Mənim axşamdan qonaqlarım gəlir, çörəyimizə baxır, deyir, yemək, içmək, çörək, pendirdən qoyur. Təşəkkür. Təşəkkür ederim. Buyurun xanım. Mən də əkin də əkirəm həyətimizdə, tutdu uşağı hazırlayıram, mürəbbə də pişirirəm, göyəklərdən göyəklər quruduram, yəni məndən yaxşı elə bilirəm göyək qurudan olurdur. Ne güzel. İndi baxın, orada iki şəkil var. Biri palç pozasıdır, biri daşdır. Onun hansı daha möhkəmdir, onun hansı daha insan üçün daha keçilməz bir şey ola bilər? Neçə bağlıdır? Çünki biz nədən gəlir götürürük, nədən təbiəti zənginləşdiririk, yaşıllaşdırırıq. Daş elə daşdır da, daşın düzdür. Deyir, Allahın gücü var da, Asafçaq dağlarında dağı göyərdir belə. Amma bu ziyarətgahlarda olur da, həyatımızdakı daş göyərmir ki. Göyərən ancaq palıd ola bilər, xeyir görə bilər, hükümcəsində otura bilər. Amma mən də palıd dozasından çox şey istifadə edirəm. Mürəbbə pişirirəm, doşab hazırlayıram. Suvenir kimi də, suvenir kimi də. Biz onun, bunun hansı insan üçün daha xeyirlidir tərəfini soruşmuruq. Biz deyirik ki, onun hansı güclüdür. O ağacın üstündə yüzlərlə qoza olur, palıq qozası. Sonra o yüzlərlə palıq qozası hara düşdü, o da yüzlərlə bir ağac olur. Görək, daşda o potensial var. Ona göre daşla palık timsalında geldik ki neye göre? Sizin öz gücünüzü size sübut eləmək üçün, işinizdekileri kəşf eləmək üçün. Eğer sen daşlansa, sizin de tanışlarınızın içinde var ki evin kişidir, bütün gün evde kurtla oturur televizorun qabağına, çıxır gedir çayxana, dayalı qayıtıb gəlin, daşdan bir fərqi var. Ne uşaqlarıyla maraqlanır, ne yoldaşıyla. Yoldaşı gedib pekarında çörək yapır, gətirir çörək, elə onu sigaret pulunu da verir. Yəni ki, daş timsalında deyirəm onu. Bir de var ki, yəni ki, götürək həmən kişinin həyat yoldaşını. Bu xanım neyir? Bu xanım səhərdən durur, uşaqlarını yola salır, gün olsa nə pişirəcəm fikirləşir, işə gedir, işdəkini görür, yolda fikirləşir, uşaq məktəbdə neynədir görürsən, olsun bu birisi. Yəni ki, indi gəlin biz içimizdəkiləri kəşf edelim. Bugünümüzə gəlib çatmaqda kim ən vacib rol oynayıb sizin həyatınızda? Bayrax xanım oynayıbdır bizim həyatımıza rolu. Niyə? O başlayıb birinci, 5 bankanla. Hərəmiz evdə 5 bank aparmışıq, 1 kilo pesol aparmışıq. Birimiz bir badımcan almışıq, 500 kilo hardansa elə eləmişik. 10 banka böyük badımcan pişirmişik məsələn. Sabahı tampon 4 üçüsü qoymuşuq. Yəni, kollektiv biznesin toxumları Naxçıvanda çoxdur. Var. Sadəcə onları bir istiqamətləndirmək lazımdır ki, sadəcə. Yəni, yolu istiqamətini göstərmək lazımdır. İndi görün, Azərbaycanda ən güclü qadın kooperativi burada olacaq yoxsa yox? İnşallah. Siz dördünüz de Nekbara Hanım'la birlikte işləyirsiniz də? Hamınız, öyle mi? Mən adamam. Amma bizim rezidentlərimizdə Fərqi yox. sahə görmədiyiniz, mən də ondan məsul olmayanda ondan alır. O bizim rezidentim, mənim rezidentimiz. Sizin içinizde de o ışık olubdu. Sizde de o güc olubdu. İstək olubdu ki, siz Nekbara Hanım'ın ətrafında qalmışsınız. Gözünüz rahat değildi. Oradan təzə başladı, elə də gəliriniz yox oldu. Biz onları çox gözəl bilirik. Amma siz səbr elədiniz, səbirlə toxudunuz o
başlayaq. Ən riskli qərarınız nə oldu bugünə kimi? Hayatımızda en partili yoldaşım olur. Ben her zaman onu demişim. Her zaman. Yani ben işte topluluktan başlayanlar da böyle benim yanımda olur. Çok güzel. En güzel. Yani neticede şimdi bizimiz olmuyor bununla beraber. Bu da risk edici o işimize başlamalımız anlar çok riskli anıydı. Çok. Nə mənada? Bütçe yok idi, ülke yok idi, dayak yok, yani bizde de aslında dayda yolunda işin derecede diye. Hele bir şey Maliyet yoktu. Bəli, bəli. Yani o riskle bu işe başladı. Toxuculuğa mı risklə başladınız? Yok, topluluktan sonra indiki Şimdiyyətdə ən riskli qərarınız. Daha kimin fərqli bir riskli qərarı olubdu? Düşmən təhlükədəydi. Onu koyacaklar ki bize de Ən böyük riskə mən girmişəm birinci. Çünki nə qədər tanınmış olsam da, nə qədər sədaqətli də olsa, hərəsinin ailə başçısı bir, hərəsi bir atadan anadan olur, hərəsinin qabiliyyəti bu başqadır. Yenilən adamların hamısıyla maraqlanırım. Niyə yenildi var? Niyə qübəyə bilməm? Cavabına əvvəl çünki tək maddi zərdə o mən kiməm maddi. Mənəviyyət hər şeydən yüksəkdir. Bu adamlarla maraqlanırım. Halal adamlarla hamısını sevirəm. Təşəkkür. Xanım, siz ən çox kimdən maraqlanırsınız? En çok müsaade etkenliğim hep Xanımdır. Uşaqçılığımdan maraqlanıram, öz uşaqlarımdır. Bu olsaydı mənim ola bilərdim. Hə, çatmaz. Siz xanım? Nə olmasın? Polis idi mən arzum. Özümdə canlı idim, geçəpəriydim. Amma mən belə qayıqla kimi vardı. Burada həvəslərim gelin polis olasın. Yaxşı, polis çıxarlar. Siz xanım? Mənim arzum həkim olmalıydı. Ama olmadı. Türkiye'de şahsı bayrağı ordumuz çoktu. Türkiye'de ayrıca işlemeyecekti. Orada kolektif böyle işçiler vardı. Patronun kadınıydı. Bir hesapla bakardım ki ben de büyük, ben de iş kadını olmak istəyərdim. Ben işçilerim olsun istəyərdim. Küçük, sattı. Evet, arzuna çatmışım. Sonra xanım, siz? Mənim olmağı çox arzulamışım. Hətta Bakıya gedəndə gedirdim universitetə, Bakı Dövlət Universitetinə. Orada baxarda bir kəndimiz dedi ki, sonra görəm, savadsan, ona girərsən, amma 1% girməyə bilərsən, gəl incəsənətin sütuna ver, göydə girərsən. Elə bir qatarda da fikrimi dəyişdim, amma mədəniyyət sayəsində də gözəl işlərim var, elə yaxşı da dəyişdim dedim. Laf yarışmış. İndi ona görə də bu danışıqlarımızdan gəlin baxaq görək, biz niyə həyatımızı planlamalıyıq? Cavanlıqda planlamadıq, elə deyilmi? Əgər düzgün planlasaydı, bax belə deyək, əgər bizim də Mehmarə kimi anamız olsaydı, artıq Mehmarə bilir ki, kızım həyatı necə planlamalıdır, elə deyilmi? Nəyə görə biz həyatımızı planlamalıyıq? Nəyə görə? Çünki biz bilirik ki, Pillələri bir-bir qalxmalıyıq. Onda planlayırıq ki, pillələri bir-bir qalxırıq. Pillələri bütün birdən qalxanda şübhəsiz istəyinizə çatamayacaq. Nəsə boşluq qalacaq. O boşluğu yaratmamaq üçün biz plan çizmalıyıq. Düzdür, bəzən o planlar alınmır. Amma bir cür o beynimizdə çizdiyimiz planlarla işləyirik də biz. 5 ildən sonra siz özünüzü harada görürsünüz? Artıq bura kimi gəldik sizinlə, gördüyünüz işləri, çətinlikləri, rastlaşdığınız çətinlikləri, həyat yolunuzu bildir. 5 ildən sonra harada olmaq istəyirsiniz? İşin öhdəsindən gəlmək bacarmaq,
bu barədə ki, işin öhdəsindən gəlmək, bacarmaq, bir də münasibətləri davam etdirmək dedikdə öz təcrübənizdən bizə danışasınız nəsə. Amma müştərini qaçırır. Bu xanımla davam etmək istəyirsinizmi? Nə olsun çörək yaxşı bişirir. Birini belə acılayır, digərini belə acılayır. Çörəklərdə artıq 3 dəfə gələn müştəri deyir ki, İnanın o yollarda onun acılığını çəkəcəm. Onu da görürüz, onu da görürüz. Onu da görürüz. Bu xanım da Ama hafif 100 dənə düzəltə əlinizdə qaldı. Onda neyinirsiniz? Saxlayacağım, mürəbbələşəyir ki, para olan şey deyil ki. Müştəriyə də deyirsiniz ki, canınız sağ olsun. Canın sağ olsun, mənim ailə müştərim də gələ bilər. Qış, hələ qabaqda qış vardı. Yaza kimi olsun da bilirəm mən. Deməli, o cür münasibət bəsləyirsiniz də. Demək istədiyim budur, ağzımdan çıxan. Bəzi adamlar deyir ki, mən elə durmaq istəmədim, sonradan düzəlşəyəm. Amma onu biz əvvəlcədən deyə bilərik də, düzgün yazmamısan yox. Bəlkə bir də fikirləşəsən deyilməlidir. Gəl bir də birlikdə fikirləşək və yaxud da mən həmişə kiminsə bir pis cəhətini, səhvini deyəndə mən də elə eləmişdim deyirəm. Sonra bəzən də deyirəm ki, deyəcəklər, özündən nümunə göstərmək çox gözəl bir şeydir. Səs tonu 30%-ni təşkil edir. Amma bədən diliniz 60%-ni təşkil edir. Necə təşkil edir? Tutaq ki, o yenə çörəyə gəlirəm. Biri gəlir çörək almaq, sən orada kamerlə işləyirsən ki, təndirə burasından da. O deyir, bacı çörək var mı? Deyirsən, öz ürəyində sən bu çörəyə vurub, sonra cavab verirəm. O yenə deyir, ay bacı, gəlirəm də eləyirsən, amma yox. Deyirsən, bir dəqiqə, yəni ki, o bədən dilinizdə gəlirəm eləyirsən, heç adamı da saymıyorsan. Bizim məsələn, bizim kənddə olan çörək pişirmə sexlərinə baxıb deyirəm ki, bədən dili çox önəmlidir. Sizin sizi yox, işinizin tənqidi ilə bağlı. Heç sizin məhsullarınıza yaxşı deyil, ondan sonra tatlı deyil. Gedirdik, burada Mehbalyan Maskildə belə dişləyirdik. Deyirdik, siz hamı banka qoyur, hamı oraya pişirir, hamı turşu qoyur, kənd yeridir, Naxçıvanlı hamı banka işi ilə məşğuldur. Sizin belə şeylərinizi kim alacaq ki, siz gelirsiniz tezlərdən akşama kimi. Biz o sözləri hamıdan eşitmişik. Özünüzü müdafiə ediniz. Dediniz ki, yox, bizim kətələrimiz daha təbii idi, canlı idi, təzə idi, tatlı idi deyib özünüzü müdafiə ediniz. Bir də var ki, hücuma keçirsiniz. Sən gelirsən, deyirsən ki, siz də var, siz bizim kətələrimiz üçün, güya sənin yoldaşın ondan yaxşı bir şey. İkinci dəfə festival olanda artıq deyirlər ki, Mihfalə bunu edib. Adam da gəlir ki, görsün Mihfalə kimdir də. 10 il ondan qala, indi 45 yaşım var. Gəlir, soruşur, kimdir? Gəldi, indi biraz kökəlmişəm, laf ağrıydı. Elə gəldi, göstərdə işçiləri, stolları, 7-8 stol doldurmuşam, mən festivalda, hamı məndən deyir. Bir də bax, dedi ki, şimdi gəldi, belə elədi mən. Ümumi gördüyünüz işlər, çətinliklər, təkliflər var. İndi gəlin, baxaq görək, indiyə kimi keçdiklərindən nə qaldı yanımızda? Ben çok şey eşittim, çok şey gördüm. Sizin tanıştığınız hakikaten çok hoş oldu. Çok şey bizi bir muhakkak. Bir yere gittiğimiz için çok şeyler gösterdi bize. Hakikaten işte bacarı, davranış, müşteriyle münasebet, çok şey. Teşekkür Çok ederim. razı kaldım. Teşekkür ederim, çok sağ olun. Bugün hakkımızda çok şad oldum. Çok sağ olun. Hakikaten de çok şey öğrettiniz bize. Sağ olun. Bir dənəsinin adını deyin də. Bir dənə nəyi öyrəndirsə, bir dənəsinin adını deyin ki, bax ben bugün bunu öyrəndim. Yani pozitif olmaktır, emosyonel olmaktır, bu hakla hakikaten her şeyi danıştınız. En çok da samimi olmalıyız. Bəli, teşekkür edirəm. Məmur, indiyə kimi nə eylənmiş ki, demişik, bəlkə böyük olmadı, sabah olar. İndən belə deyəcəyik ki, olsun, sabah olmasın. Ay sağ olun. Teşekkür edirəm. Sağ olun. Buyurun. En güzel günler sen tattın, en güzel sözleri senden işittik, Çok sağ ol. çok şadır, çok kadar. Həmişə gözləyirik, Dağımızda durmasın gözləyik. Başdan sona qədər, elbette ki, mənim başlandığımdan sonuna qədər və mənim həyatımla bir yerdə gəlib, bütün hər şeyi anlattınız.
Məncə ürəyimdən keçən hər bir şey olduğu kimi danışdıq. Çünki həqiqətən o qalma yollardan çox gəlmişik. Halbuki hər gün eyni işi görürlər ha. O qədər çeşidlərimiz çox idi. O qədər onların hamısı da satıldı. Qat üstünə bu 50 qoymuşlar da 100-ə satdılar. Amma mənim qorxum var. Ondan sonra çox başqa o qədər ayağımda bəyək dediyiz o tuşanlı yollar var. Onlar çox çeşmiş. Hələ olacaq. Çox çeşmişəm, amma yenə də şükür edirəm. Yox, eləmə. Böyüdükcə, gücləndikcə rəqibləri çox indi güclü rəqiblərimiz olacaq. Gəldik ikinci bölümümüzə, sahibkarlığın əsas elementləri. Sahibkar kimdir? Sahibkarlıq nədir? Sahibkar kimdir? Sizin fikriniz sahibkar kimdir? İstehsalsız. Başqa nə deyilərsiniz? Öz işin üstündə məsuliyyət daşımaq üçün. Sahib sözündən götürüləcək. Əslində nəyəsə sahib olmaq adam sahibkardır. Biz deyirik ki, sahibkar. Baxın, o bayaq xanım bir söz dedi ki, onu hamı eləyir də. Ev işləri əslində, məsələn, siz evdə əslində evdə bütün işləri görürsünüz. Mətbəxdə siz idarə edirsiniz, maliyyəni də siz idarə edirsiniz, kənardakı işləri də, biş, düş, həyətdəki məhsulu da, bağçada əkdiklərimizin də hamısını biz bunu adlandırmışıq. Nə? Ev işləri. İntizamlı olur, məsuliyyətli olur, hədəf yönümlü olur. Yəni, bugün 6 meşoqdan elədinsə bu var. Gələn ay 7 meşoqa çatdırmağa çalışır. Risk alın, bilməlisiniz ki, bu risklər ola bilər. Tutaq ki, alınmaya bilər, xəmirdir, vaxtı keçə bilər, dala qayda bilər. Cəsur olun, bir də planlı olaraq işinizi idarə edin, plan mütləqdir. Üstündə bizim tapşırığımız ondan ibarətdir ki, 4 dənə düz xətt çəkməklə bu nöqtələrin hamısını birləşdirmək. Yəni, 4 xətt çəkəcəksiniz və bu nöqtələrin hamısının üstündən xətt keçmiş olacaq. Əlinizi götürmədən 4 xətt çəkəcəksiniz. Çəkir. Hə, 4 xətt çəkəcəksiniz və bu nöqtələri birləşdirəcəksiniz. Burada nömrələr də var. Nömrə yox, nöqtələr də orada. Mən belə söyləyəm. Əlinizi götürmədən. Yuxarı gedib aşağı gəlmişəm. O eləməyərdim gərək. Hamısı. Belə bax, belə gedərdim. Hamısı bir Belə eləyirəm. Elə eləyirsiniz, onu çox xətt alır. Böyle şeyler güzeldir. 9 xətt var. Yox, bütün meşələrin üstünə birləşdirdim. Bilirəm, amma onu siz cəmi 4 xətlə eləməlisiniz. Amma siz orada gör neçə xət? 1, 2, 3, 4. 1, 2, 3, 4, 5. Mən də sən kimi eləmişəm də. Yox. Mən də istəyirəm. Bu bilirsiniz, bunun məntiqi nədir? Ki, biznesdə olan hər hansı bir situasiyanı biz necə həll edə bilərik? Siz yoxsa çox bu o deməkdir ki, biz qərarlar verəndə mütləq doğru həlli tapmaq üçün o arenadan biraz qırağa çıxmalı olur. Öyle bir, mən 9-cu nöqtə elə bir qıraqda bir 10-cu nöqtə axtarır ki, ona istinadən qaydam etməsələr. İnsanların həyatını necə asanlaşdıra bilərəm? Daha sadə, daha tez, daha ucuz və daha yaxşı formada bunu fikirləşməlisiniz ki, sizin biznesiniz uğurlu alınsın. Məsələn, çünki bax, burada yaxınlar qarpızdır, bizim qarpızlarımızın eynisidir. Amma görürsünüz, belə formada gəlir, təyin bir formaya gətirirlər. Ona görə də dünyada ən çox satılan qarpızlar onların qarpızlarıdır. Uğurlar arzulayıram hər birinizə, gəldiyiniz üçün, dinlədiyiniz üçün, hər şeydən